Hər vaxtınız xeyir əziz izləyicilər, yenidən sizi kanalda xoş gördük. Bugünkü videoda mən sizə xaricdə oxumaq üçün hansı universitetləri seçməli olduğunuzu deyəcəm. Daha doğrusu universitet seçimində konkret olaraq nələrə fikir verəcəyinizi bir-bir deyəcəm ki, siz də universitet seçimində daha da belə deyək də düzgün qərar verməyə bacarasınız və özümün də müəyyən məsləhətlərimi verəcəm ki, hansı universitetlər həqiqətən də bu dediyim kriteriyalara uyğun gəlir və onları seçsəz bir növ çörək tapacaqsınız, yəni belə Lorun dilində desək. Əvvəlcədən xahiş edirəm, qəşəng bir dənə yağlı like qoyun bu videoya. Altdan şərhlərinizi yazın. Dostlarınızla paylaşın bu videonu. Kim ki ələxüsus da xaricdə oxumaq istəyir, yaşamaq istəyir, belə bir yəni arzuları, istəkləri var. O adamlara əminəm ki, bizim kanal çox maraqlı olar. Abunə olub zınqrov düyməsinə basın, daha çox sayımız artsın və mən də daha motivasiyalı olum ki, sizə kömək eləyim bu barədə. Və təbii ki, də əgər məndən də fərdi məsləhətlər almaq istəyirsinizsə, ya bu e-mail ünvanına, ya da bu Instagram hesabına yaza bilərsiniz. Sizlə fərdi şəkildə danışıb sizə müəyyən məsləhətlərimi verə bilərəm. Belə, ilk öncə sizə ən bir nömrəli məsləhətim ondan ibarət olar ki, xaricdə universitet seçimində heç bir zaman qəti şəkildə reputasiya məsələsinə aşırı şəkildə diqqət yetirməyin. Bunu nəyə görə deyirəm? Çünki reputasiya sizə ancaq və ancaq müəyyən bir yerə qədər, ancaq ego tətminindən başqa bir şey verə bilməz. Nəyə görə belə fikirləşirəm? Çünki o reputasiyalı universitetin verdiyi təhsili siz gedib adi bir universitetdə də, lap Azərbaycandakı universitetdə belə istəsəz ala bilərsiniz. Mənim şəxsi fikrimə görə universitetlər onsuz da çox da böyük və güclü bir təhsil vermir sizə. Yəni güclü təhsil nəyə nəzərdə tuturam? Akademik sahəyə hazırlayır universitetlər sizi, professional sahəyə yox, praktiki sahəyə yox. Məsələn, ona görə də gedin müəllimlərimizin böyük əksəriyyətinə gedin, bir dənə praktika sözünü deyim, müəllimlərin elə bil başından qaynar su tökülür. Yəni sözün əsl mənasında acayip bir münasibət göstərirlər müəllimlər ona. Təbii ki, əgər müəllimimiz praktiki sahədən özü gəlmirsə, o başqa məsələ. Amma məsələn bizdə hüquq fakültəsində çox tez-tez olurdu ki, bəzi müəllimlərə biraz praktikadan nəsə misal deyirdin, onlar əsəbləşirdilər. Onlar nəzəriyyəyə daha çox diqqət yetirdilər və mənim fikrimcə bu da bir balaca özgüvənsizlikdən gəlir şəxsən. Çünki onlar heç vaxt praktikada işləməyiblər deyə, ancaq elə akademik sahədə işləyiblər deyə onlara o söz çox biraz belə pis gəlir. Amma uzun sözün qısası onu demək istəyirəm ki, universitet sizə onsuz da sadəcə olaraq diplom verir ki, sabahlarım işə qəbul olanda siz göstərə bilərsiniz ki, bax, mənim bu sahə üzrə, məsələn, mühəndislik sahəsi üzrə diplomum var, bu da sənəd. Mənim biliyim, mənim bacarığım, mənim kompetentliyim var, bu da sənəd. Bu da onun sübutu. Bax belə. Belə olan halda sizə durub Oxfordda, Cambridgedə oxumağın heç bir əhəmiyyəti yoxdur. Çünki heç bir iş elanı qayıdıb yazmır ki, bizim tələblərimiz ondan ibarətdir ki, bu işə qəbul olmaq üçün mütləq şəkildə Oxforddan və yaxud da Cambridge-dən və yaxud da Harvarddan sənin diplomun olmalıdır. Xeyr, yazır ki, filan sahə üzrə diplomun oldu, nə bilim, bakalavr dərəcəsi, magistr dərəcəsi və sair və ilaxır. Və sizə də ancaq o lazımsa gedib onu lüboy adi bir dənə universitetdən belə ala bilərsiniz. Təbii ki, ola bilər ki, bəziləri biraz onu daha prestijli hesab eləsin ki, daha yüksək universitetdən qəbul alasınız, daha çox diplomunuz olsun, amma yenə də sizin təhsili prestijli universitetdə almağınız iş belə deyək də sahəsində sizin çəkinizi çox da artırmır. O sizin ancaq akademik sahədə çəkinizi artıra bilər. Təbii ki də siz də əgər yəni müəllim olmaq istəyirsinizsə, hə, bu sizin üçün prioritet ola bilər, amma müəllim olmaq istəmirsinizsə, əhəmiyyəti yoxdur. Gedib hansı universitetdə oxuyursunuz, oxuyun. Daha sonra iş imkanları ilə əlaqədar ciddi fikirləşmək lazımdır. Mənim fikrimcə əslində bu iş imkanları universitetdən daha çox ixtisasla əlaqəli bir məsələdir. Amma yenə də universitet baxımından da, yəni universitet seçimində də müəyyən qədər sizə kömək ola bilər. Nəyə görə? Çünki bəzi ixtisaslar müvafiq universitetlərdə daha yaxşı şəkildə tədris olunur və yaxud da müvafiq ölkələrdə desək daha dəqiq olar. Məsələn, öz payıma deyim, IT ixtisası mənim yaşadığım Estoniyada həddindən artıq güclü tədris olunan, həddindən artıq keyfiyyətli tədris olunan bir sahədir. Ona görə də siz bu ölkəyə gəlib burada IT təhsilini alsaz, həqiqətən də gələcəkdə sizin iş imkanlarınız həddindən artıq yüksəkdir. Ona görə də məsələn ixtisasınıza uyğun eyni zamanda da iş imkanlarına, bazarda iş imkanlarına uyğun universitet seçimində də bir balaca da belə diqqətli olmağınızı məsləhət görərdim. Daha sonra ölkənin yaşamı və təqaüd barəsində də müəyyən qədər danışmaq istəyərdim. Baxın görün ümumiyyətlə o universitetin yerləşdiyi ölkənin həyat səviyyəsi çoxmu bahalıdır Azərbaycandan gələn orta statistik bir azərbaycanlı üçün? Çoxmu bahadır bu? Əgər çox baha deyilsə, okey, gedib oxuya bilərsiniz. Və yaxud da çox bahadırsa və amma təqaüd imkanları varsa, onda bəli,
məsələn, təqaüdlərə də müraciət eləyib, o təqaüdü alsaz təbii ki, həmən ölkəyə gedib rahatlıqla təhsilinizi ala bilərsiniz. Amma yox, belə imkanlar yoxdursa, mənim fikrimcə o universiteti xüsusi olaraq seçməyin heç bir mənası yoxdur. Məsələn, mən şəxsən Amerika universitetlərinin hamısını demək olar ki, siyahıdan çıxartmışdım. Çünki mən bilirdim ki, mən o ölkədə təqaüd ala bilməyəcəm. Çünki mən bilirdim ki, o ölkədə təqaüd almaya gedib orada qəbul olub oxusam, mənim cibimdən sadəcə olaraq bütün pulları qoparıb çıxaracaqlar. Ona görə də mən o ölkənin universitetlərinə ümumiyyətlə müraciət eləməmişdim öz vaxtımda. Bax, bunu da nəzərə almalısınız. Daha sonra ölkənin həyatını da müəyyən qədər mən burada demək istərdim. Ümumiyyətlə o ölkə sizin şəxsi inkişafınız üçünmü deyim, bir insan olaraq inkişafınız üçün həddindən artıq əlverişli bir ölkədirmi, yoxsa yox? Əlverişli də deyəndə nəyi nəzərdə tuturam? Yəni sizin orada inkişaf imkanlarınız varmı? Sizin orada karyera imkanlarınız yüksəkdirmi? Sizin orada belə deyək də ölkəyə, cəmiyyətə inteqrasiya olmaq şansınız yüksəkdirmi? Bax bu suallara yaxşı-yaxşı cavab tapandan sonra həmən o nəzərinizdə tutduğunuz universitetə müraciət eləməyə fikirləşə bilərsiniz. Dil tələbləri məsələsinə də diqqət yetirmək mənim fikrimcə həddindən artıq yerinə düşərdi. Dil tələbləri. Nəyə görə bunu deyirəm? Bəzi universitetlərdə belə tələblər ola bilər ki, məsələn də ixtisasların böyük əksəriyyəti yerli dildə olsun. Və təbii ki də buna görə də siz yerli dili bilməyi öz qarşınıza məqsəd kimi qoymalısınız. Məsələn, mən keçən dəfə açdım, baxdım, gördüm ki, Danimarka universitetlərində, ən belə hörmətli universitetlərində bakalavr proqramlarının böyük əksəriyyəti Danimarka dilindədir. Magistr proqramları isə ingilis dilində tapmaq olur. Onun üçün də məsələn mən Danimarkada oxumaq istəyən bir tələbə olsaydım, əvvəlcədən gedib Danimarka dilini öyrənib ondan sonra ora gedərdim. Yoxsa əks halda ora getməyimin bir mənası yoxdur. Ona görə də bax belə şəkildə də universitetləri araşdıranda yaxşı-yaxşı bu məsələlərə diqqət yetirməlisiniz. Əgər həmən universitetdə həddindən artıq belə oxumağa niyyətiniz çox güclüdürsə, onda həmən ölkədə həmən təhsili verən universitetin həmən o proqramın dilini öyrənməyi məsləhət görərdim. Dili öyrənmək nəyə görə vacibdir? Həmən ölkəyə gedib oxuyandan sonra iş tapmaqda da sizə böyük köməklik ola bilər yerli dili bilmək. Daha sonra universitetin əlaqələri barəsində də danışmaq istəyərdim. Universitetin əlaqələri nəyə görə vacibdir? Siz əgər tələbəlik dövrünüzdə müəyyən qədər mübadilə proqramlarında da iştirak eləmək istəyirsinizsə, sizin oxuyacağınız universitetin həqiqətən də yaxşı digər universitetlərlə əlaqələrinin olması olduqca vacib, önəmli və nəzərə almalı olacağınız bir məsələdir. Eyni zamanda da bəzi universitetlərin müəyyən firmalarla, şirkətlərlə falanla yaxşı əlaqələri var ki, həmən orada olan tələbələr sonra həmən bu şirkətlərdə gedib praktika keçmək imkanına malik olurlar və bəzən də həmən universiteti bitirdikdən sonra orada işə qəbul olmaq imkanını belə qazanırlar. Belə bu da məni təcrübə proqramları məsələsinə gətirib çıxarır. Təcrübə proqramlarını araşdırmalısınız. Çünki sizin gedəcəyiniz ölkədə, xaricdə təhsil alacağınız universitetdə sizdən tələb qoyulacaq ki, təhsilinizin sonunda ki, gedib praktika keçəsiniz. Praktikanda şəxsən mən öz yəni ki, payıma deyim, Estoniyada mən hüquq oxuyurdum, beynəlxalq hüquq və insan haqları və mənim praktika keçməyim Estoniyada demək olar ki, yəni ki, bunun şansı sıfıra bərabər idi. Çünki məni praktiki olaraq heç kəs buraxmırdı öz şirkətinə. Nəyə görə buraxmırdı? Çünki mənim eston dilim yox idi təbii ki və mən əcnəbi idim. İstəmirdilər məndən, yəni ki, başlarını qaçsınlar da, yəni belə deyək. Biraz belə lor dilində desək. Ona görə də mən məcbur olmuşdum bütün bu soxa-soxda. Özü də mənim siz də mənə bağışlayın da, yəni ki, həmən bu təhsil dövrüm korona kimi zibil bir vaxta düşmüşdü və mən məcbur olmuşdum ki, Azərbaycana gedim bu soxa-soxda, siz də mənə bağışlayın və Azərbaycanda artıq yenidən bir təcrübə proqramı tapım ki, Estoniyadakı universitetə də həmən o təcrübə proqramından aldığım sənədi təqdim eləyim. Bax, yəni ki, belə bir biabırçılıq idi. Yəni ona görə də əvvəlcədən həmən ölkədə olan təcrübə proqramlarını nəzərdən keçirməlisiniz ki, baxasınız ki, sizin həqiqətən də yaxşı təcrübə proqramında iştirak eləmək kimi bir imkanınız var, yoxsa yox. Daha sonra məzunlar nə deyir məsələsinə diqqət yetirməlisiniz. Həmən universitetdə əvvəllər təhsil almış adamlarla və yaxud da indi bu dəqiqə təhsil alan adamlarla əlaqəyə keçməyiniz həddindən artıq sizə böyük kömək ola bilər. Onlardan soruşa bilərsiniz ki, universitetdə təhsil necədir, universitetin imkanları necədir? Ümumiyyətlə universitet barəsində nə bilmək istəyirsinizsə, hamısını həmən adamlar sizə deyə bilərlər. Mən özüm belə bir şey sınaqdan keçirmişəm və heç də yəni ki, az öyrəndiklərim olmayıb. Mənə təhsil vaxtında da böyük köməklik oldu o həmən o insanlardan öyrəndiklərim. Və daha sonra universitet
məsləhət verirmi sizə gələcəyinizlə əlaqədar? Təbii ki, universitetin təkcə əgər belə deyək də, təyinatı sizə giz-giz nəzəriyyəni öyrətmək olsaydı, onda universitetlərin hamısını gərək bağlayardıq. Mənim fikrimcə şəxsən universitetlər sizə müəyyən qədər gələcəklə əlaqədar tövsiyə də verməyə biraz öhdəlik daşıyırlar. Onlar sizə görün tövsiyə verirlərmi? Onlar nə deyirlər? Məsələn, onlar sizə gələcək karyeranızda nə kimi məsləhətlər görürlər? Onlar və yaxud da həmin o universitetdə olan professorlar, sizin müəllimləriniz sizə nə deyir? Bax belə tipli məsələləri də mənim fikrimcə öyrənsəz universitetə müraciət eləməmişdən əvvəl çox yaxşı olar. Və ən sonda sosial həyat. Universitetin sosial həyatı necədir? Universitetdə nə kimi dərsdən kənar fəaliyyət kursları var? Dərsdən kənar fəaliyyət qrupları var. Debat klubu varmı? Bizdə universitetdə məsələn moot court var idi. Yəni səhnələşdirilmiş məhkəmə müsabiqəsi qrupu. Orada məsələn səhnələşdirilmiş məhkəmə müsabiqələri eləyirdik, məhkəmələrə gedirdik, vəkillər falan gəlirdi. Orada dayanırdılar hakim kimi. Biz isə otururduq, yəni ki, guya ki biz vəkilik, biz prokuroruq, nə bilim də, yəni belə səhnələşdirirdik də öz müsabiqəmizi. Çox yaxşı idi, çox maraqlı idi. O belə tipli şeylər də var idi həmin dövrdə. Bax belə tipli şeyləri də nəzərə alacaqsınız və ondan sonra artıq, yəni belə deyək də, qərar verəcəksiniz ki, bu universitetə müraciət eləməyə dəyər yoxsa yox. Ümid edirəm video sizin üçün faydalı oldu. Məndən daha ətraflı məlumatlar almaq istəyirsinizsə, sırf öz vəziyyətinizlə əlaqəli olaraq ya bu e-mail ünvanına yazın, ya da bu Instagram hesabına dediyim kimi. Xaricdə əgər universitet seçimində problem yaşayırsınızsa, ixtisas seçimində problem yaşayırsınızsa, gələcək karyeranızla əlaqədar xaricdə yaşam, təhsil və yaxud da elə Azərbaycanın özündə yaşam, təhsil, karyera imkanları barəsində məsləhətə ehtiyacınız varsa, yaza bilərsiniz bu dediyim e-maila və Instagram hesabına. Sizinlə fərdi şəkildə oturub, söhbətləşib, sizə bütün verdiyiniz suallara cavab verib sizə qızıl kimi məsləhətlər verməyə hazıram. Bütün nə suallarınız varsa, bununla əlaqədar bütün sizə məsləhətlər verməyə hazıram ki, siz də ixtisas seçimində, universitet seçimində düzgün qərar verəsiniz. Və eyni zamanda da xaricdə universitetlərə qəbul üçün də motivasiya məktublarının yazılmasında da sizə kömək eləyə bilərəm. Amma təbii ki, bütün bu xidmətlər də əvvəlcədən deyim ki, pullu olacaq. Ona görə də əvvəlcədən bunu nəzərə almağınızı xahiş eləyirəm. Belə, ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Kanala abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Özünüzə yaxşı baxın. Allah amanında.